yaradır. Biz heç vaxt şəhidləri unutmayacağıq. Şəhidlər unutulur, şəhidlər ölmür, şəhidlər əbədi yaşar. Əziz Balaxanım anam, mən sizin qarşınızda baş edirəm. Əllərinizə götürəm ki, siz İlkin Rzayev kimi bir oğul böyüdüb, şərəflə vətənə təqdim etdiniz və çox sağ olun ki, bu cür oğullar böyüdünüz və bu oğlanlar bizim vətənimizi yaşatdı. Bizim çiğnimizdə olan ən ağır yükü bizdən aldılar və bizim Qarabağımızı Azərbaycan etdilər. Burada olan bütün şəhid analar qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Hər biriniz, yəni bizim qürurumuzsuz, bizim qürurlu tariximizsiz. Mən həmişə demişəm, qazilər, şəhidlər, şəhid ailələri bizim milli mənəvi dəyərlərimizdir. Biz həmişə bu milli mənəvi dəyərlərimizi qorumalıyıq. Ümid Xeyriyyə Cəmiyyəti və Xəbərtar Nöqtə.az saytı adından əllərinizə sadiq qalaraq anaya belə bir tərtib edəcəm. Demək, anacan, bu tərtibin başlanğıcında belə bir söz yazın. Anacan, mən səni cənnətdə, sənsə məni dünyada təmsil edirsən. Əlbəttə ki, analar, atalar, övladlar, bacılar, qardaşlar, şəhidləri bu dünyada təmsil edir, şəhidlər də bizi cənnətdə təmsil edir. Onlar hər biri cənnət mələyidir. Buyurun, anam. Allah bütün şəhidlərimizi rəhmət edir. Sonra bizim bir gənc rəssamımız var, Ayxan İsayev. Onun bir missiyası var, zəfər şəhidlərinə zəfər çələngi düzəldərək təqdim edir. İndi müəyyən səbəblərdən o yüz indi Goranboy rayonunda şəhid ailələri ilə görüşdə olduğu üçün mən bu zəfər çələngini xanımına təqdim edirəm, şəhidin xanımına. Bilirəm ki, şəhidin hər bir evdə, şəhid ailələrində gözəl bir ev muzeyi olur. İnanıram ki, İlkin Rzayev-də gözəl bir ev muzeyi var evdə və bizim təqdim etdiyimiz bu hədiyyələr o ev muzeyinin bəzəyi olsun. Xoş olar ki, biz də nə vaxtsa sizin ailənizin qonağı olarıq inşallah və təqdim etdiyimiz hədiyyələri onlarla xoşumuza ki, görərik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin, qazilərimizə şəfa versin. Azərbaycan xalqına daima sülh bərqərar arzulayıram, sağlamlıq arzulayıram. Çox sağ olun hər biriniz.